Davam edirik uşaqlar 13-cü sınavın izahı ilə. Bu videoda da ancaq qrammatikaya baxacağım. Listening, reading ayrı videoda olacaq. Gəlin 7-ci çalışmadan başlayaq. Burada bizdən nə istəyir? Bağlayıcı istəyir. Bağlayıcı işləməyin yolu uşaqlar. Birincisi bağlayıcıların tərcüməsini bilməkdir. İkincisi cümləni tərcümə edə bilməkdir ki, sən biləsən orada sənə nə lazımdır. I wonder, lungs are the largest internal organ in the human body. Mənə maraqlıdır ki, ağciyərlər insan bədənində ən böyük orqanlardırmı? Mı, ifdir. Mən bilirəm ki, if həm əgər mənasını bildirir, şərt budaq cümləsində işlənir, həm də bağlayıcı kimi mı, mənasını ifadə edir. Vəzə ilə sinonimdir bu mənada və wonder, wanted to know, interested, ask fe'lərindən sonra işlənir. So that nəticə bildirir, even if şərt budaq cümlələrində işlənir, yəni if-lə antonimdir. Though güzəşt bağlayıcısıdır. 8-ə baxaraq, article istəyir bizdən. Mən bilirəm ki, mənim 2 qeyri-müəyyənlik artiklım var. Bir ən, bir ə. Onların işlənməsi isə ondan sonra gələn sözün ilk səsinə baxır. Əgər səs saif səsdirsə, ən işlədəcəm, samit səsdirsə, işlədəcəm. Gəlin baxaq. An European country. Burada sait hərf var, düzdürmü? Amma mənim səsim samitdir, European deyirəm. Ona görə burada article ən işlədə bilməzdim, işlətməliydim. A news programmer. Mən bilirəm ki, 2 isim yanaşı gəlirsə, mən ikinciyə baxmalıyam. Söz birləşməsində ikinci önəmlidir. Xəbər yox, xəbər proqramerindən söhbət gedir. Bu proqramerdə sayıla bilən isim olduğu üçün, tək olduğu üçün qarşısında işlədə bilərəm, düppədüzdür. Police report. Baxın, polis cəmdə işlənir həmişə, düzdürmü? Ondan mən normalda artikel işlətmirəm. Amma bu söz birləşməsi tərkibində olduğu üçün və ikinci isim önəm daşıdığı üçün, yəni polisdən yox, polisin hesabatından söhbət gedir. Report da sayıla bilən tək isim olduğu üçün onunla artikel işlətməliyəm. Terrible news. İsim üstəgəl, sifət üstəgəl ismi birləşmədir, düzdürmü? İsmə baxıram ki, sayıla bilməyən tək isimdir. Mən bununla necə artikel verim? Olmaz. An honest answer. Düzgün cavab. Baxın, bir answerə baxıram ki, sayıla bilən təkdir. Bu okey. Buna artikel işlətdim. Bəs yaxşı hansını işlədim? Ondan sonraki sözün ilk səsinə baxacağım. Honest deyirəm. O hərfidir. O səsidir daha doğrusu. Ona görə mən orada mütləq ən işlətməliyəm. Düzgün cavabım oldu. 2, 3, 5. 9-a baxıram ki, passive voice istəyir. Düzdürmü? Mənim passive voice strukturum necə idi? Gəlin yadımıza salaq. To be üstəgəl P2 idi. Bəs yaxşı, modal olsaydı necə olardı? Modal üstəgəl B üstəgəl P2, düzdürmü? Yaxşı, to have olsaydı necə olar? Bitmişin necə olur, məhçulu necə olur? To have üstəgəl bin üstəgəl P2 olur. Bəs yaxşı, gələcək zaman olsa necə olacaqdı? Will üstəgəl B üstəgəl P2 olacaq. Düzdürmü? Bu qədər sadədir. İndi mən bu variantlara, bu strukturundan uzlaşdırıb düzgün variantımı tapacağım. Baxın, bu məlumdadır. Niyə? Ortada to be yoxdur. Baxın, bin yoxdur. Bir getdi. 2-yə baxıram, modal, be, P2, düppədüz. 3-ə baxıram ki, to be, bir dənə də to be, sonra da P2. Yox, burada bu struktur artıqdır. Yəni, bu strukturda bin artıqdır, olmamalıydı. 4-ə baxıram ki, will, be, P2, düppədüz. 5-ə baxıram, modal, be, P2, düppədüz. Düzgün variantım oldu 2, 4, 5, Y variantı. Onda məndən istəyir definition. Extinct yoxa çıxmış, nəsli kəsilmiş deməkdir. Bu da no longer existing, artıq mövcud olmayan. Endangered artıq nəsli kəsilmək üzrə olan deməkdir. At a risk of no longer existing. Bu da olacaq A bəndi. Exhausted çox yorğun, əldən düşmüş deməkdir. Bu da D variantı olacaq. Very tired. C, A, D, Y variantı düzdür. 11-ci testdə məndən cümlə tamamlama istəyir. Cümlə tamamlamada uşaqlar bir neçə qayda var idi ki, birincisi, ən önəmlisi, heç pozulmayanı. Mənim baş cümləm hansı strukturda olur olsun.
ortadakı bağlayıcı nə olur olsun, sondakı durğu işarəsi nə olur olsun, mənim budaq cümləm mütləq nəqli formada olmalıdır. Yəni, mübtəda üstəgəl xəbər strukturunda olmalıdır. Daha burada köməkçi qoyum, modalı önə keçirdim, to be-ni önə keçirdim. Bunların heç biri olmaz. Gəlin baxaq indi. Baxın, modalı keçirdibdir mübtədanın önünə. Bu səhvdir. 2-yə baxıram ki, mübtəda üstəgəl xəbər düppədüzdür. 3-də mübtəda üstəgəl xəbər düppədüzdür. 4-ə baxıram. 4-də uşaqlar söz birləşməsini səhv yazıbdır. Baxın, eating junk food olmalıydı. Junk food yemək, yəni junk food şeydir də, cips, nə bilim, dönər, McDonald's, KFC falan bu şeylər. Bu junk food yeməkdir. İsmi götürüb, sifətin yanından ayırıb gətirib başa. Ümumiyyətlə bu cümlə strukturu kimi yox, söz birləşmə strukturu kimi səhvdir. Ona görə bu da səhvdir. 2, 3 olmalıydı. İndi uşaqlar burada mənim üçün asan idi, çünki hamısını keçmiş zamanda vermişdi. Okey. Amma bu indiki zamanda da versəydi onu götürə bilməzdim. Niyə? Mənim baş cümləmin zamanı keçmişdi. Bu testdə yoxdur, amma yadınızda saxlayın. Əgər baş cümlə keçmiş zamandadırsa, budaq cümlələr mütləq keçmiş zaman formalarının birində olmalıdır. Buna da diqqət edərsiniz. 12-yə baxırıq ki, bizdən mübtəda xəbər uzlaşması istəyir. Mənim əgər mübtədam gerundla ifadə olunubsa, xəbərim tək olmalıdır. Mitinqlərə gec çatmaq. Ona görə mən cəm xəbərləri birinci çıxardıram. 2 dənə tək xəbərim qaldı. Biri təsdiqdə, biri inkarda. İndi gəlin tərcümə edək, tapaq ki, mənə nə lazımdır. Mitinqlərə gec çatmaq yaxşı təəssürat yaratmır. Kim xoşlayar tənbəl, məsuliyyətsiz insanı? Ona görə inkarı seçib gedirəm. 13-də məndən nəqli cümlə ya da nida cümləsi istəyir, düzdürmü? Gəlin baxaq. What soft tomatoes these are? İsmim cəmlidiyə article verməmişəm, qalan strukturda düzdür. A düzdür. B-yə baxam. How soft are these tomatoes? Baxın, nəqli cümlə formasında olmalıdır nida cümləsi. O nəqli cümlə formalarından biridir bu. Ona görə bu are olmalıydı burada. B səhv. C-də how the soft tomatoes are. Bu Z artiklı ismin önündə olmalıydı. Sifətin önündə yox. Bu da səhvdir. What soft these tomatoes are. These tomatoes are. Burada uşaqlar isimlə əvəzliyin yerini səhv veribdir. What'lı başlayan cümlələrdir. Birinci isim, sonra əvəzlik gəlir. Ona görə bu da səhvdir. How soft these tomatoes is. Burada mübtəda xəbər uzlaşması pozulubdur. Geri qalan struktur düzdür, amma mən burada are verməliydim. Çünki mənim ismim mübtədam cəmdədir. Yeni də sildim. 14 məndən düzgün dərəcəni istəyir. Baxaq. Your presentation was the others. Sənin prezentasiyan başqalarınkindən, deməli müqayisə edirəm, ya yaxşıdır, ya pisdir. Baxaq. Uşaqlar, burada söhbət hərəkətdən yox, isimdən, əşyadan getdiyi üçün mən orada zərf verə bilmərəm. Mən bilirəm ki, zərf hərəkətə aiddir, düzdürmü? Bunu sildim. Müqayisə dərəcəsi good-un müqayisəsi better olur, kökdən dəyişir. Daha orada more əlavə edə bilmərəm. Üstünlük zən ilə işlənməz, müqayisə ilə işlənir, düzdürmü? As better as-in ortasında adi dərəcədə sifət gəlməlidir. Müqayisədəki yox, bu da səhvdir. Y variantı düzdür, a little-dan sonra müqayisə gələr, müqayisə də zənlə işlənər, düppədüz Y variantı. 15 məndən nə istəyir? Düzgün sözü seçməyimi istəyir. She doesn't listen to what I say. Yəni, o mənim dediyim heç nəyə qulaq asmır və bu nədir? Frustratingdir, yəni narahat edici, karıxdırıcıdır da, düzdürmü? Mənfi mənalı söz lazımdır mənə. Good yaxşıdır, müsbətdir, delightful xoşa gələndir, inspiring motivə edici, ruhlandırıcıdır, beneficial faydalı. Bunların hamısı müsbətdir, təkcə mənfi mənalı sözüm frustratingdir. Ona görə onu seçirəm. 16-da məndən quantifier istəyir. Baxın, axırdan başlayaq. Information sayılmasa da o tutum ölçü bildirən sözlər sayılır. Yəni burada pieces olmalıydı, əgər sum vermişəmsə. Bu səhv.
Several sayıla bilənlərlə işlənir. Ondan sonra ismin cəmlənməli idi, experiments olmalı idi. Bir neçə maraqlı təcrübələr. Yenə tutum bildirən sözlər sayılmalıdır uşaqlar. Əgər o sayılmırsa, cəmdə deyilsə, daha doğrusu sayılmırsa nəymiş? Cəmdə deyilsə, qarşısında miqdar sayı yoxdursa, mütləq qeyri-müəyyənli artikl işlənməlidir. A pair of tennis shoes deməliydim. Bu da səhv. Enough isimlə işlənəndə, sayılan isimlə işlənəndə, ondan sonraki isim cəmlənməlidir. Yəni kifayət qədər dil öyrənən. Kifayət qədər tələbə deyirəmsə, deməli burada bir söhbət birdən çoxdan gedir, düzdürmü? Ona görə bu da cəmlənməlidir, bu da səhvdir. Plenty of charity funds, çoxlu xeyriyyə fondları. Sayıla bilən isimdir, cəmlənibdir, plenty of-la işlənə bilər. Burada heç bir problem yoxdur. 17 uşaqlar, yenə yadıma salıram cümlə düzəltmədə. Strukturumu mübtəda, üstəgəl xəbər, üstəgəl tamamlıq, üstəgəl yer zərfi, üstəgəl zaman zərfi, düzdürmü? Gəlin indi işləyək. Mənim burada iki tip mübtədam var. Bir adla verib, bir əvəzliklə verib. Gəlin qoyaq. Hər ikisi ilə başlaya bilən cümlə. Deməli, iki dənə mübtəda varsa, iki dənə də xəbər olacaqdır. Biri is, gəlin bunu bura qoyaq, şini də bura qoyaq. Yerlərini dəyişdirə bilərəm. Bu mübtəda ilə bunu da uzlaşdıra bilərəm. Sadəcə yazdım hələ ki, variantların üstündə sonra baxacağım. İki mübtəda, iki xəbərim var. Is ilə başlayan xəbərin ad hissəsidirsə, mən onun predikativ hissəsidir. Mən onun ad hissəsini yazmalıyam, tamamlamalıyam. Bunsuz mənim xəbərim tam olmaz. Is my role model. Baxın, iki dənə cümlə oldu. İndi ortada bir dənə conjunctionum var. Əlbəttə ki, o da onları birləşdirməyə xidmət etdiyi üçün ortada gələcək. Gəlin baxaq ki, 4, 6, 2, 1, 4, 6, 2, 3, 4, 2, 6, 3, 5, 1. B variantım düppədüzdür. Yəni, mənim yazdığım mübtəda xəbərləri yanaşı qoyublar deyə mən çox rahat tapdım. Görsəydim ki, 4-ün yanında 1-dir, 5-in yanında 2-dir, bu da okey olacaqdır. Ona görə bir problem yoxdur. Belə işlədiyiniz tutaq ki, tapa bilmədinizsə uşaqlar heç cür. Mən sizə variantlar üzərində işləməyi tövsiyə edirəm birincidən. Bu qədər rəqəm adamı çaşdıra bilər. Görürüz ki, tapa bilmirsiniz, nə edirsiniz? Çox ağbədiyyə səhv olan cavablar olur. Məsələn, götürüb xəbəri qoyub axıra və yaxud da nə bilim mübtədanı qoyub sona. Ki, bilirsən ki, bu heç cür olan deyil də. O variantları silirsən, yaxın iki dənə tutaq ki, variant qaldı əlində. Mən sizə məsləhət görürəm ki, götürün sözləri bir-bir yazın o modelə əsasən. Belə şifahi deyəndə, öz-özünüzə səsləndirəndə ola bilər ki, səhvi görənməzsiniz, amma bu yazanda fiziki olaraq gözünüzün qabağında olanda o cümlə, çox rahat səhvi görəcəksiniz, yazacaqsınız. Risk almağa dəymir burada. Və axıra qədər gedin. Başdan 5 dənəsi, 4 dənəsi düz gələr, bir də görürsən ki, sonda dəxilsiz bir şey səhv yazıbdır. Qəti tələsmirsiniz belə testlərdə, sona qədər işləyirsiniz. 18-də definition veribdir, sözü istəyir. The fact of being less than usual price. Həmişəki qiymətdən aşağı olma faktı. Bu nədir? Discountdur, endirimdir. Həmişə 5 manata satırdın, endirimə qoymuşsan, 3 manata satırsansa, bu discount adlanır. Loss itkidir, cost qiymət, value dəyər, price də pris. 19-a baxaq. Burada bizdən proposition istəyir. Daha doğrusu postposition istəyir. Görürsünüzmü? Hər ikisində feildən sonradır boşluq. Deməli, başqa testdə tərcümə ilə tapırdımsa, burada mən əzbərləməliyəm ki, bu feillə hansı işlənir, bu feillə hansı işlənir. Kim həmişə onunla işlənir, connected isə with ilə işlənir. Ona görə A variantı düzgün olacaq. 20-yə baxıram. Məndən zaman uzlaşması istəyir uşaqlar. Baxın, by the time our preparations for the congress, most of participants gəlib çatıbdır. Biz hazırlıqları qutarana qədər bir çox iştirakçı artıq gəlib çatmışdı. Deməli, bu by the time mənim açar sözümdür. By the time mənə göstərir ki, burada bitmiş zaman var digər tərəfdə üçün. Bunu silirəm, bunu silirəm. Keçmişlə indiki zamana baxım görüm uzlaşa bilərmi? Baxın, bu zaman oxudu deyək. Bu indidir, bu keçmişdədir. Mən keçmişdə burada işimi bitirənə qədər mənim qonaqlarım gəlib çatmışdı. Deməli, birinci baş verən hərəkəti verirəm keçmiş bitmişdə, ikincini verirəm sadədə. Bu da olacaq C variantı. Bitmiş yanaşı gəlmir.
Keçmiş bitmişlə indiki, keçmiş sadə ilə indiki bitmiş ola bilər, sadəcə bu cümlədə olmur. Məsələn, mən desəydim ki, biz bitirəndən bəri hələ də gəlirlər, onda verərdim bunu. Amma mən bitirincə onlar gəlmişdilər deyə mən onu keçmiş bitmişdə verməyə məcburam. Belə şeylərə diqqət olun. Diqqətli olun. Zaman oxunu çəkmək mənim üçün ən rahat üsullardan biridir. İkinci rahat üsul bu açar sözlərə diqqət etməkdir. 21-də nə istəyir məndən? Əvəzlik. American Indian sold land. İsmin önündə boşluq veribsə, deməli məndən yiyəlik əvəzliyi istəyir, düzdürmü? Baxın, bu müstəqil işlənən formadır, bunu sildim. Sonra ismi baxıram ki, bu isim nəyi əvəz edibdir? Əvəzlik nəyi əvəz edibdir? Indians. Indians cəmdədir. Cəmdə olduğu üçün mən its də işlədə bilmərəm. Deməli, Amerikan indusları öz torpaqlarını satdılar ağ insanlara, bilmədən ki, bu torpaqlar artıq onların olmayacaq. Baxın, burada isim verməyibdir. Deməli, mənə müstəqil işlənən yiyəlik hal lazımdır, C variantıdır. Mənə burada qayıdışa ehtiyac yoxdur. Qayıdış mübtəda öz üzərində iş icra edərsə lazım olurdu. Ona görə bu da mənə lazım deyil, C variantı düzdür. 22-də kompleks obyekt istəyir. Let make bilirəm ki, birinci kateqoriyada kompleks obyektdə. Onlar baza feil tələb edir özündən sonra. Baza feil nədir uşaqlar? Bu məstər ki var ha. Buradan to-nu atıram. Bu yerdə qalan nədirsə, bu mənim baza formamdır. Şəkilsiz, heç nəsiz. Baza formada sadəcə C variantındadır. Bu da mənim düzgün variantım olacaq. Bu qədər uşaqlar. Bu da 13-cü testin izahı. Ümid edirəm ki, sizin üçün faydalı olar. Hər hansı bir sualınız olarsa yaza bilərsiniz. Təşəkkür edirəm.